Elza Seyidcahan rəqib tanımadı. Mənim üçün daş divar da eşidir. Karlar da məni eşidir, körlar da. Əməkdar artist sinəsinə döydü. Baxışım belə bəsdir, baxışım belə bəsdir. Həmkarlarını görün nə ilə müqayisə etdi. Süni intellekt var da, yəni onlar süniliyə ehtiyac yoxdur da. Birazdan Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. əməkdar artist Elza Seyidcahan sükutu pozdu. Musiqilərim demək olar ki, çoxdur, həddindən artıq bir-birindən gözəl musiqilər var, əsərlər, yəni ki, yazdığım irili xırdalı, ciddi formada, simfonik, kamerni, yəni ki, estrada, mahnı romans, çoxdur həddindən artıq. Sadəcə indi hər mahnının öz vaxtı var da. İndi yəni ki, mahnı var ki, bugün ifa edirsən, bugün də cəmaata çatır, bir aydan sonra unudulur. Mahnı da var ki, bugün bəstələmirsən, dinləyirlər, nəinki bir ay, heç bir il, illərdən sonra insanlara o gəlir, necə deyərlər, insanlar onu anlayır və ondan sonra da o əsər uzun ömürlü olur. Yəni ki, əsas odur ki, mən bilirəm ki, nə edirəm də, mən əminəm ki, mən şükür Allaha yazıram, yaradıcılığımla məşğul oluram. Bəlkə insanlar kənardan darıxırlar, fikirləşirlər ki, yox, mən bəlkə az bəst eləyirəm, yox, əslində mən çox bəst eləyirəm. Yəqin ki, onu da yəni ki, görərsiniz. Yəni, belə, bilərsiniz ki, yəni, son vida kimi əsərlərim var, hələ ondan da artıq. İndi olur da, insanlar aşiq olurlar, son vida, tənha, həsrət nəğməsi, yarpaqdır, necə deyim, gözəllikdir. Yəni, sevinirəm, təki sevsin. Aktyorlar mahnısıdır, sizə güvəndiyim dağlar. Yəni, o qədər mahnılarım var ki, biri-birindən gözəl və biri-birindən fərqlidirlər. Sənətçi həmkarlarına üzünü tutub od püskürdü. Mənim üçün daş divar da eşidir, heç nə. Karlar da məni eşidir, körlar da. Məni daşlar, divarlar, ağaclar, hər kəs məni eşidir. Mənim elə bir, necə deyərlər, danışmasam belə, bir baxışım belə bəsdir. Mənim üçün həyatda kar da yoxdur, kör da yoxdur, lal da yoxdur. Əgər mən onları canlı bilməsəydim, onları mən layihə, onları mən vaxt ayırmazdım. Buna görə buna heç yanılmamışam da. Çünki bu yaxında bizim tarixin, bəşəriyyətin böyük bir layihəsi Azərbaycanda oldu, KOP. Və bütün dünya axışdı da, yəni Azərbaycana. Və bu KOP nə deməkdir? Ətraf mühiti qoruyaq, yaşıl rəng naminə həmrəylik ili, heyvanları, təbiəti qoruyaq. O boyda balinanı gətirib bizim, yəni ki, o balina bizə qonaq gəldi. KOP-un sonuna qədər orada hamısı onu dünyanın hər bir yerindən gəlib o balina ilə görüşə gəldilər. Amma o balina, hər kəs mənə zəng vururdu. Mənə çox xoş olurdu ki, deyirdilər ki, bax biz elə bil ki, doğrudan da fəxr edirik ki, bir daha bizim Elzamız var. O mənə doğrudan da o sözlər məni ilhamlandırır, o sözlər məni ruhlandırır. Və elə mən yenə təbiət mövzusu davam edir. Bu yaxınlarda da mənim nar ağacı mahnım artıq görürsünüz ki, dillər əzbəridir. Yəni ki, məni çox sevindirir. Göz qızlar, birinizi alacağım öz oğluma. Göz qızlar, birinizi alacağım öz oğluma. Nar ağacı əkmişəm. Fərqi yoxdur, iri həcmli olsun, fərqi yoxdur, necə deyərlər, hansı janrda olsun, sağ olun. Fərqi yoxdur, hansı janrda mahnı olsun. Əsas mahnı qulağa yatımlı olsun, gözəl olsun. Yəni ki, bizim milli ənənələrimizə yaxın olsun da, yəni özümüz olaq, Azərbaycan olaq, Azərbaycan. O, sənət adamlarını görün nə ilə müqayisə etdi. Hərə öz yolunda yazır, yaradıcılığı ilə məşğul olur. Əsas odur ki, insan olsunlar, adam və yaxud da ki, süni intellekt var da, yəni onlar süniliyə ehtiyac yoxdur da. Süni intellekt belə bəzi o sünilərdən çox-çox bizim üçün dəyərlidir. Seyidcahan bütün mövzulara son qoydu. Çox rahatam, sakinəm, çox rahatam. Yəni, rahat da, insan rahat olanda belə danışır, narahat deyiləm. Xəbər verdiyimiz kimi Elza Seyidcahan və bacıları arasında uzun zamandır soyuq küləklər əsir.
Elə sənətçiyə bu barədə sual vermişdik ki, olanlar oldu. Bacılarınızla aranızda bir, siz Lalə xanımla aranızda biraz soyuq münasibət var idi. Yəqin ki, həll olundu o məsələ. Mən Şahini bir daha təbrik edirəm. Şükür Allah, hamıya da Allah can sağlığı versin, onun da ailəsinə və bizim ailəmiz də şükür Allaha ailəmizin adına Şahini təbrik edirəm. Arzu edirəm ki, onu 50 yaşı, 55, amma 50 yaşını qeyd eləməsin. Kişilər də 50 yaşı etməz. 45 yaş gözəl yaşdır Şahin. Öpürəm səni. Biz bu sualı barışıq addım kimi qəbul edirik və ümid edirik ki, hər şey qaydasındadır. Bizim yəni ki, sənətimiz var da bizim ümumiyyətlə mən heç bir zaman xoşlamıram ki, ailəm də xoşlamır ki, ailə mövzusundan yəni ki danışılsın. Belə nəysə şükür Allah hər şey əlbəttə ki yaxşıdır.